Getdik. Müəllim, Hə, bəli. mən Görsən, burada deyir ki, bu görüş qeydə alınır. Hə, alınsın. Hə, ayrıca. bəli. Get. Bəli, Birinci başladıq bəli. elementlərdən hidrogenlə Hı hı, oksigeni keçəcəm. hı hı. Bir də suyu keçəcəm. Su üçünü. Birinci başladıq hidrogenlə. Bəli, Hidrogəndə nədən söhbət gedir? Hidrogen birinci elementdir da, elə deyil, dövr bəli, sistemində birinci yerdə duran elementdir. Bu birinci bəli. yerdə duran elementdirsə, bunu yazanda 1 üstü 1 kimi yazarsan. Bu 1 Hı üstü hı, 1 nə deməkdir? Yəni birinci dövr, birinci qrup deməkdir da, elə deyil. bəli, Demək bu bəli, birinci dövr, birinci qrupdur. Özü də S-dirsə, deyirsən nədir? A-dır. Birinci A yarım qrup elementidir. Hidrogen haqqında bəli, bildiklərimiz əvvəlkidir. Bir də hidrogenin izotopları haqqında da var. Hidrogen izotoplarında nədən söhbət gedir? Hidrogen izotopları izotop dərsindən, əvvəlki dərslərimizdən bilirdin. Hidrogenin 3 dənə izotop forması var. 1-1 var, H1-2 var, bir də bəli. H1-3 var. Bunlar nə deməkdir? 1-1 olanda bunun adı protiumdur. Protium Hı deyirlər. hı, Bunun adı deuteriumdur. bəli. Yadda saxla. D. D2 demək də D. 3 deyəndə də tri deyirsən də. Olur nə? Tritium. Qurtardı. Belə. Oldu bunun adı protium, deuterium, tritium. 3 dənə forması Bəli, var. H1-1 olur protium, 1-2 olur deuterium, 1-3 olur tritium. Hidrogen həmişə yadda saxla ki, birləşmələr şəklində yaranır. Yəni sən hidrogeni sərbəst halda belə görmürsən. Mütləq birləşmənin içində görsən. bəli. Birləşmələr içində. Bunun da yollarını deyəcəm ki, nətər əzbərə. Yəni yavaş-yavaş bunların da hamısını gələcəyik o hissələrə. Gəldik indi hidrogenin iki cür alınması var. Bunu deyim. Alınmasına. Alınması hamıda olduğu kimidir. Sənayedə alınması var, bir də laboratoriyada alınması var. Hı hı, Birinci başladıq laboratoriyada alınmaqdan. Laboratoriyada bəli, alınanda birinci suyun elektrolizindən alırlar bunu. Suyun elektrolizi bilsən nə deməkdir? Yəni suyu elektroliz edirlər də 2 mol su deyil. Bax bu suyu elə bir parçalayırlar. Parçalamaq bəli, elektroliz kimidir. Parçalayanda buradan alınır 2 mol hidrogen, üstə gələ oksigen. Qurtardı. bəli, Bu da o suyun elektrolizi. Başa düşdün bunu da. bəli. Hı -hı. İndi gəldik nəyə? İndi gəldik suyun elektrolizində dedim. İndi gəldik. Bir dənə bax mən bu dediyimi yadda saxla. Hı Ümumiyyətlə hı, duru laboratoriyada alınmaqda belə bir qayda var. Duru qatı nitrat. Duru bir də qatı nitrat hı hı, və qatı sulfat. bəli, Bunlardan bax bunlardan başqa deyirəm ha. hı hı, Bunlardan başqa bəli, kuprum, civə, gümüş, bunlardan başqa bir də bax hı hı, bunlar yalnız bax bunlarla girirlər. Baba bunlar. Bunlar bax bu bəli, dediyim duru nitrat, qatı nitrat, bir də qatı sulfat. hı hı, Yalnız bunlarla girirlər. Bunlardan başqa yerdə qalan nə qədər bildiyin, nə qədər yerdə qalan metallar varsa, yerdə qalan bəli, metallar bütün turşularla reaksiyaya girər. bəli, Bax yenə deyirəm. Yəni demək istədiyim odur ki, bax bunlar duru qatı nitrat və qatı sulfat yalnız bu metallarla girir. Yerdə qalan bəli. metallarda bu turşulardan başqa yerdə qalan turşularla girir. Bildin Bildim, demək bəli, istədiyim. Gəl bəli. indi bir də misal göstərim, onda tam otursun. Bax, bu nə idi? Niyə olmur bu? Hə, indi oldu. Hı. E, hə. Mən ox seçmişəm. Bu niyə belə olur görəm? Nəsə, düzəldi desin. Hə, buranı da Bəli, dedik.
Bax, gəl bir dənə misal çəkim. Məsələn, natrium + H klor. Bir dənə bəli, diqqət elə. Bax, bayaq dedim ki, bunlardan başqa, bunlardan başqa yerdə qalan bəli. H klor var. Bax, H klor bu turşulardan da yox. Demək, natrium Yox, bu bəli. metallardan da yox. Demək, bunlar normal qaydada reaksiyaya girəcəklər. Normal qaydada, bildiyin qaydada Natrium reaksiya xloru beləsi aparırsan. H2. Bəli, nə alınacaqdır? Alınacaq natrium Natrium klor. xloru beləsi H2. Aşı, aysa. Başqa da belə. Yerdə qalan, Bəli. məsələn, bir də yazıram. Kalsium, orta fosfat. Bunun ya durusu veriblər, ya nə bilim qatısı da veriblər, fərqi yoxdur. Nəsə bunu veriblər. Buradan nə Hı hı. alınacaqdır? Buradan alınacaq yenə. Baxırsan, bax bir dənə nəzər salaq. Bax, Kalsium bu iodot. kalsium bunların içində yoxdur. Orta fosfat var bunlardan başqa. Yox, yoxdur. Yox. Yoxdursa normal qaydada, adi qaydada biz işimizi görürük. Adi qaydada bizim işimiz nə idi? Bunu reaksiya aparmaq Kalsium idi. 3, PO4 Kalsiumla bunu 2 beləsi H2. kalsium 3PO4-dən 2 dəfə üstəgələ yenə. Hidrogen qutardı. Müəllim, o hidrogen uçmasına görə elə qoyurlardı, elə. Bəli, hidrogen qaz halında deyə qaz halında olduğuna görə elə qoyuruq. Bəli. Bircə dəqiqə Şəbir. Hı Gözdə hı. olar, gözdə bir Yaxşı, 2 müəllim, dəqiqə lazım. gəlirəm, yaxşı. Bəli. Hə, demək davam eləyirik. Bəli. Demək dedim ki, belə olanda sən mənə sual verdin ki, müəllim, belə olanda bu Hə, ox olanda nədir? Bu uçmasına oxu demək ki, yəni baxın. qaz halındadır da. Ona görə belə Bəli, götürürlər. bəli. Və yadda saxla ki, qəbula düşə biləcək bununla bağlı ən çox düşən ferium reaksiyaları olur. Bu Hı feriumun hı. reaksiyalarını mən yazıram, elə ümumiyyətlə indidən toplayıb yazıram ki, sonra bir də baxanda o biri dərslərimizdə bizə asan olsun. Yəni nə Bəli. feriumla bağlı qəbula ən çox düşən suallar varsa, bunları deyirəm. Ferium Hı hı. + H klor düşür. Buradan alınacaq ferium xlor 2 + H2 bu qaydada. Hı Bax, hı. yəni dəmir 2 klorid hidrogen. İndi sizin Bəli, dillə deyirəm də ferium xlor 2. bəli, Belə. Başa düşdün? Bir bu düşə bəli. bilər. Ferium + oksigen düşə bilər. Ferium 3O4. Bax, bunları qarışdırma əsasən. Hı Sonra hı. düşə bilər ferium + su. Buradan da alınacaq ferium 3O4 + hidrogen. Sonra ferium + xlor ola bilər. Alınacaq ferium xlor 3. Bəli. Sonra düşə bilər feriumla bağlı. Feriumun duru sulfatla, bax, duru sulfatla reaksiyası. Alınacaq ferium SO4-dən 3 dəfə, +SO2 + su. Yoxsa yox, bu qatsın yazdım mən. Dur, yox, qatı. Qatsında belə alınır. SO2 ilə alınır. Durusunu Bəli. deyirəm indi. Durusunu da deyim. Aha. Durusunda isə bir də daha reaksiya yazmıram. Hı hı. Ferium eləcənə SO4 + bu. Sonra gəldik feriumun nitratla durusu. Durusu ilə reaksiyasında belə. Hı Sonra hı. qatısı ilə var. Bunda da təkrar yazmıram. Eləcə qatı yazıram. Alınır ferium NO3-dən 3 dəfə NO su. Bunları sulfatda, kükürt dərsində, nitrat dərsində keçəcəyik bir də. Amma yəni indidən bil, qəbula ən çox Bəli, düşən bəli. feriumla bağlı olan bax bunlardır. Sən nəyə görə bununla əlaqələndirdin? Bax, Hı hı. sulfatın qatısı, durusu sülfəti var. Ona görə. Bax, feriumun Bəli. sanki, bax, burada mən nə demişəm? Demişəm ki, duru qatı nitratdan başqa, bir də qatı sulfatdan başqa kuprum, civa, argentium ancaq bunlarla girir. Yerdə qalan Bəli. metallar bütün turşularla girməlidir. İndi burada da bax, feriumdan sulfatın qatısını vermişəm. Yəni bu sulfata bağlı olan reaksiyalardır. Sadəcə bunları əzbər bilməlisən. Sonra gəldik üçüncü şərtimizə, laboratoriyada alınmanın üçüncü şərtinə. Üçüncü şərtimiz nədir? Üçüncü şərtimiz. Metallar, yəni hansı metallar? Kuprum, argentin yenə, platin, qızıl. Bunlar istisna olmaqla. Hı hı. Hamısı su ilə reaksiyaya girər. Hamısı. Bax, bunlar istisna Bəli. olmaqla. Yəni bunlar nə idi? Passivləri idi, elə deyil. Hı Bunlar hı. istisna olmaqla yerdə qalanlar girər. Nətər girər? Birinciyə baxaq. Birinciyə.
Birinci mən sənə deyirəm aktiv metallar, orta aktiv metallar, bir də passiv metallar. Üç yerə bölürəm. Bax bunlar Bəli. passivlərdir də. Bu passivlər girməyəcəkdir. Su ilə Bəli. reaksiya girmir. Amma aktivlərə baxaq. Aktivlər. Aktivlər necə girir? Məsələn, aktiv metallarımız nə idi? Natrium. Natrium Natriumdur, üstəgələ natrium. Bəli. girəcək adi şəraitdə. Yadda saxla. A. Aktivlər adi Bəli. girir baş hərflərindən. Natriumdan su girəndə eləyəcəkdir. Natrium OH Natrium gələvi. üstəgələ. Natrium OH Bəli, gələvi. düz desin. Bəli. Qələvi ilə hidrogen. Sonra, Bəli. məsələn, kalsium üstəgələ su. Alınacaq kalsium hidroksid üstəgələ Bəli. hidrogen. Yenə qələvi, bir də hidrogen. O Bəli. aktivlərində. Sonra gəldik orta aktivlərə. İkinci gəldim orta aktivlərə. Orta aktiv metallar isə Bəli. temperaturda, temperaturla olmalı bu reaksiyalarda. Temperaturla Bəli. necə? Məsələn, sənə verə bilər maqnezium, orta aktiv metaldır axı. Üstə gələk, Bəli. məsəl üçün deyirəm su. Bunlar temperaturla, bax, oxun üstündə mütləq temperatur işarəsi olmalıdır, orta aktivdirsə. Bəli. Buradan alınacaqdır maqnezium oksid üstə gələk hidrogen. Artıq oksidi çıxır. Başa Hı düşdün? hı. O aktiv Bəli. olanda buradan oksidi çıxır. Bunu da necə yadda saxlayırsan? Bax, o ortanın baş hərfi. O. Yəni oksidli Bəli. forması. Yaxşı. Bəli. Məsələn, gəl birini də verirəm. Bunu səndən görüm. Yenə bunun başı qaçdı. Bilmem. Hə, hə, oldu. Məsələn, birini verirəm. Sən yaz nəyi? Alüminium üstə gələk su temperaturda. Necə olar, nə olar? Burada alüminium 2O3 üstələsin aşçı. Əla. Niyə? Niyə belə yazdın? Çünki orta aktiv daha. Çünki orta aktiv Orta aktivdə metaldır. dedim oksidli forması olmalıdır. Əla. Bəli. Bəli. Məsələn, ferium üstə gələk su. Ferium da orta aktivdir. Orta aktiv olduğunda ferium 2O3 üstələsin aşçı. Yadda saxla. Ferium 3 oldu Hə, olur. ferium 2O4. Hə, bunlarda dizisi fərqli orada. Bəli, bəli. Bunlarda ferium 3 oldu olur. Bəli. 2 valentisini göstərmir, 3 valentisini göstərir oksidindən. Bəli. Yaxşı, burada da mütləq temperatur olmalıdır. Niyə? Çünki Temperatur orta olmalıdır. aktiv daxil. Başa Bəli. düşdük? Bu da Bəli. oldu belə. İndi gəldik nəyə? Gəldik passiv metallara. Bəs yaxşı, passiv metallar. Üstə gələk su. Reaksiyaya girərmi? Reaksiyaya girərmi? Girməz. Məsələn, passiv metal nə? Kupru. Kuprum Dərsin məsələn. başında yazdım cibə. Argentin, platin Platin. və qızıl. Bunların Qızıl. Bəli. üstünə bir də yadda saxla ki, orta aktivlərdən bircə dənə berilyum. Baba, bircə dənə berilyum buna aiddir. Hı hı. Bir də berilyum. Bəli. Bunlarla bax, orta aktivlərdən istisna berilyumdur. Ha, diqqət elə. Baba, Hı hı. burada berilyum Bəli. yoxdur. Orta aktiv oksid vermir. Berilyum. Berilyum, Bəli. kuprum, civə, gümüş, platin, qızıl. Bunlar. Bunlar və orta aktivlərdən berilyum su ilə reaksiyaya girməz. Bəli. Sonra gəldik nəyə? Amfoter metallara. Amfoter metallarda görək nələr alınır. Yadda saxla, bu da bir şərtdir. Bəli. Yazıram. Amfoter metallar. Dördüncü şərtimizdir vardı. Amfoter Bəli. metallar üstə gələk qələvi. Amfoter metallar deyəndə sənə demişdim, necə yadda saxla amfoter metalları? Demişdim ki, Benzin. benzin Bəli. al. Bəli. Benzin adı yazdım. Bəli. Bəli, bax bunlar. Yəni benzin al. Bunlar qələvi ilə reaksiyaya girəndə, məsələn, kalium OH reaksiyaya girəndə normal qaydada yazırsan bunu normal qaydada və Bəli. reaksiyamıza aparırıq. Məsələn, birini yazım. Berilyum üstə gələk kalium OH. Nə alınacaqdır? Alınacaq kalium duzlardan da duz alınacaq. Bəli. Kalium 2, berilyum O2 üstə gələk H2. Bəli. Gördün? Bu reaksiyamıza keçmişdik duzlar dərsində. Bəli. Sonra, məsələn, sinif üzərinə gəlsin kalium OH. Nə alınırdı? Buradan gəlib H2 çıxartsan, yenə təkrarlayıram. H2 çıxartdın. Yerdə bunlar qaldı. Bunları birləşdirirsən. Birinci demişdim ki, həmişə aktivlərdən bunlardan yazsın.
Kalium 2, sink O2. Qurtardı. Gördün? Bəli. Qurtardı. Bu da oldu belə. Məsələn, mən sayəndə denən görüm duzlar dərsindən də həmçinin, həm də təkrardır. Məsələn, sənə deyirəm alüminium. Üstə gələ kalium OH. Necə gedirdi bu reaksiya? Buraya reaksiya getdiyi zaman yenə burada birinci kalium yazacağıq, sonra amonium yazacağıq, sonra oksigen yazacağıq, sonra yazacağıq H2-ni. Yəni birinci deyirsən nə yazacağıq? Kalium, birinci kalium gələcəkdi, ortada Aha. amonium, sonra da oksigen. AH sağ ol. Üstə gələk Sonra nə? gəlir, o üstdən hidrogen gəlir. AH sağ ol. Yəni deyirsən ki, kalium, alüminium olur ki, Kalium, üstə gələk. amonium, bəli. Bəli, düzdür. Amma bir dənə də yadda saxla ki, alüminium və silisium demişdim ki, bunlar reaksiyaya girəndə nə ilə girir? Bunlar fərqliyi nə idi? Sulu mühitdə Aa, gedirlər. hə, Üstünə onu mütləq su da deyirdim, bəli. gəlsə. Hə, sulu mühitdə gedir. Hə. Vardı. Bu da oldu. Laboratoriyada alınmış sular. Çətindir. Mən sulu mühit suyun içərisində nə demək? Yəni suyun Yəni su içərisində ilə də dedim. üstəgələ su da yazmalısan. Quru halda belə Hə, getmir. Su da bəli, yazsan. hə, Söz deyim. Şəbi, sən bəli. laboratoriyadan buradan nəsə sualın qaldı? Çətindir. Peri, peri Hamısı duzla asandır. dərsini təkrardı mı? Demək Bəli, olar. Gəldi indi sənayedə alınma. Sənayedə alınma. Sənayedə alınma nədir? Birinci sənayedə alınmanın da şərtləri var. Yenə mən həmişə kimi şərtlə gedirəm. Birinci şərtimiz bəli. nədir? Birinci şərtimiz təbii qazın Hı hı. konversiyası deyirlər. Yəni necə? Təbii qaz necə yazılır? CH4. Metanda yəni təbii Bəli, qaz. bəli, bəli. Bunun üstünə su gələ bilərsən. Buradan alınar karbon monoksid, üstə gələ hidrogen. Alkan dərsini təkrardır burada. Burada Bəli, qeyri-adi heç nə yoxdur. Sonra yenə metan, üstə gələ karbon dioksid. Nə alınır? Karbon monoksid, üstə gələ hidrogen. bəli, Bax, burada yenə yazdıq bunu. Sonra karbon, üstə gələ su. Nə alınır buradan da? Karbon buradan, monoksid, üstə gələ yenə hidrogen. Bəs desən bəli. fərqləri nədir? Bax, yadda saxla. Bunların fərqləri var. Hı hı. Fərqləri bunların oxlarının üstündə yazdıqlarımızdır. Birinci, bax bunun oxunun üstünə temperatur, bir də katalizator yazırlar. Buna da elə yazırıq. Temperatur, katalizator Bəli, yazırıq. Buna artıq yaza bilərik 2000 dərəcə. 2000 dərəcə Selsi. 2000 dərəcə Selsidə alınan buna deyirlər su qazı. Bu hissəyə, bax bəli. bu birləşməyə deyirlər su qazı. Hı Buna hı. deyir sintez qazı. Bəli, Bax, adlarını bildin. Birdən reaksiyada səndən soruşar, məsələdə soruşar. Sintez qazı deyəndə sən bunu temperatur katalizatorla yaparsan və metanın iştirakı ilə olur reaksiya. bəli, Amma su qazında karbonla suyun reaksiyasını yazsan 2000 dərəcədə olur. Və buradan bəli, bəli, karbon monoksiddən hidrogen ayrılır. Başa düşdün? Bax, bu bəli, üç dənə sən burada əzbərləyəcəyin, can çəkəcəyin bir budur. Bir də ki, metanın reaksiyalarından da o 550 söhbəti var idi metanda. bəli, bəli, Vardı. Gəl indi onu da yazıram. Bax, 6 dənə reaksiya əzbərləyəsən. Qalan heç nə əzbərləməyəsən. Şərtləri əzbərləsən bəsdir. Yaxşı. bəli, Birinci gəldik bəli. CH4-də. Bunun 3 dənə parçalanması var. Və bunun sənayedə alınması da həmçinin hidrogenin. Necə alınır? Bundan alınır birindən. Bu 1500 dərəcədə alınır. 1500 dərəcədə C2H2 üstəgələk 3 mol hidrogen. Bəli, mollar mütləqdir də, hə? Bəli, bəli, mütləqdir. 550 dərəcə, 650 dərəcə temperaturda alırsan C2H4 üstəgələk 2 mol H2. Sonra deyirik 1000 dərəcədə Bəli, karbon üstəgələk 2 mol hidrogen. Bax, bunları əzbər bilməlisən. 1000 dərəcə necə yadda saxlayırsan? 1000 dərəcə ortadır da, orta bir rəqəmdir elə. Bax, 550 bəli, birinci gəlir, sonra 1000 gəlir, sonra gəlir 1500 də. Normalda temperatur belə arta-arta gedir axı, bəli, 1500. bəli, Hə. Onda bax, ən birinci 550-də nə var? C2H4-dür. Buranı bilsən bəs olur. C2H4 sonra gəldi bu 1000 dərəcədə ortaqdır da. Yəni bilsən elə bil ki, bu bəli. sıfırdır da. Bax, görsən sıfırdır. Heç Nasyona nə parçalandıdır da. ədəd onda da sıfır Parçalandıdır. ortadadır da. Elə deyil. Heç nə yoxdur. Bəli, Bu da onun kimi sıfırdır da. Bunun yanında heç nə yoxdur bax. Bundan bəli. sonra gəlir 1500 dərəcə. 1500 dərəcədə də artıq C2H2.
Artıq bu yanda bu hidrogeni azaltmısan. Bax, azala-azala gedir. 4 H-lə Bəli, 2. Gördün? Belə yadda saxlaya bilərsən. İndi bilmirəm, bəlkə bu metod kiməsə çətin ola bilər, amma yəni belə yadda saxlaya bilərsən heç cürə yadında qalmırsa. bəli, Bu da oldu belə. bəli. İndi gəldik nəyə? Fiziki və kimyəvi xassələrinə. Fiziki və kimyəvi xassələri nədir? Fiziki xassə deyəndə yenə həmişəki kimi bunun rəngi, iyi, dadı, bunlardan gedir söhbət. Hidrogenin Bəli. rəngi nədir? Hidrogen rəngsizdir. Rəngini görə bilirsən göyə baxanda. Yox. Xeyr, İyi var? Yox. Deyirsən yox. iyisizdir. Suda həll olub olmadığını bilirsən. Suda sən götürüb həll eləyə bilirsən hidrogeni. Yox. Göydə Xeyr, sən hardan da tutub həll eləyəsən. Ona görə bəli, suda həll olmur deyirsən. Sonra havadan. Hava necədir? Havanın sıxlığı 29-dur, hə? Bu bəli. 29-u hidrogen də H2 yazılır da neçə dəfə böyükdür H2? 29 H2-dən neçə dəfə böyükdür? 2-yə böl. 2'ye 14. 2'ye böldü 14,5 dəfə. Bəli, deyirsən havadan 14,5 dəfə yüngüldür. Hı Söh, hı, bəli. İndi gəldik kimyəvi xassələrinə. Kimyəvi xassə deyəndə də şəbih, Hı hı, kimyəvi xassələr. Sən bunu götürəsən ən birinci kimyəvi xassələrində. Nə ilə reaksiyaya girib girməməyini. Yəni kimyəvi xassədə sonda nə alınır, nələrsə dəyişər. Bunları nəzərdə tutursan. Yəni rəngini, dadını təyin edən fiziki xassə idi. Nələrin alındığını təyin edən, hansı birləşmələr bəli. reaksiyalarında, hansı reaksiyalarda reaksiyaya getdiyini isə bunları da Kimya, təyin edən nədir? Kimyəvi kimya. xassələr. Bəli, Məsələn, hidrogen metallarla reaksiyaya girəndə və yaxud da ki, qeyri-metallarla reaksiyaya girəndə birləşmələrində mənfi bir oksidaşma dərəcəsi göstərəcək. Hidrogen. Bax, dediyimi yadda saxla, bu bizə lazım olacaq indi dediklərimiz. Yadda bəli, qalar bunlar. Hidrogen bəli, hansı reaksiyalardakı metalla, qeyri-metalla reaksiyaya girəcək, orada həmişə özünün mənfi bir oksidaşma dərəcəsini göstərəcək. Yerdə bəli, qalan nə qədər birləşmələr varsa, onda bəli. müsbət bir göstərəcək. Hı hı, Yadda qalar. Bax, bəli. hidrogen metallarla. Məsələn, yazıram nə? Gəl göstərək, göstərməmiş eləməyək. Bax, məsələn, mən sənə yazıram natrion hidrid. Bax, bura baxanda görürsən ki, nədir? Metal da bu. Bu Bəli, metal, bu da qeyri-metaldır. Biri metaldır, biri də qeyri-metaldır. Metal müsbətdirsə bu mənfi olar da birləşmədə. İki dənə müsbət bir bəli. yerdə olmaz axı. Hı hı, Biri müsbət olmalıdır, biri mənfi. Ona görə hidrogen burada olur, həmişə mənfidir. bəli, Bildin? Bir də qeyri-metallardan dediyim kimi silisium. Metallarda mənfi bir, qeyri-metallarda silisium bir də mənfi bir. Yerdə qalan nə qədər tanıdığın qeyri-metallar varsa, hamısında müsbət bir göstərir. Yadda qalar, bəli, məsələn, bəli. qeyri-metallardan silisiumla necə? Deyək ki, silisium hidrid belədir. Hı Burada hı, götürəndə artıq hamısını götürəcəksən mənfi. Silisium özü müsbət kimi göstərir. Müsbət olur. Ona görə. Ona görə hidrogen olur burada mənfi bir. Başa düşdün? bəli, bəli. Metallarda mənfi bir, qeyri-metallardan silisiumda mənfi bir olur. Yerdə qalan bütün birləşmələrdə hamısında hidrogen göstərir müsbət bir. Məsələn, CH4 deyirəm. Gör, qeyri-metaldır, qeyri-metaldan silisiumdur. Yox, karbonda axı, karbon qeyri-metaldır da. Ona görə bir mənalı olaraq necə göstərməlidir? Müsbət göstərməlidir. Müsbətdir, bəli. Aha, məsələn, mən sənə deyirəm H2S sulfid. Baxırsan ki, burada bu nədir? Kükürt. S Kükürt qeyri, küçük qeyri-metalda. aha, qeyri-metal. Qeyri-metallardan silisiumdandır. Yox, silisium deyil, axı kükürdür bu. Kükürt sənə göstərəcək müsbət. Müsbət göstərəcək. Aydındır? Bəli, Aha. Gəldi indi şəbih. Guruldayıcı qazın formunda yazın. Bunlarda guruldayıcı qaz deyilən bir şey var. Yəni 2 mol hidrogen, 1 mol da oksigen bir-birinə reaksiyaya girir. 2 mol hidrogen, üstəgələ 1 mol oksigen. Adi suyun reaksiyasıdır. Sadəcə bəli, guruldayıcı qaz bax bu hissəyə deyilir. Bu hissəyə deyirlər guruldayıcı qaz. bəli. Və yadda saxla ki, qəbul sualıdır. Guruldayıcı qaz haqqında necə sual verə bilərlər? Hı hı, Guruldayıcı qaz haqqında bu tipli bir sual verə bilər. Gəl lap bunu balacalaşdırım ki, gözümüzün qabağında olsun. Məsələn, qəbul sualı olaraq belə bir sual veriblər.
Guruldayıcı qaz, Hı hı. guruldayıcı qazın helyuma görə nisbi sıxlığını tapın. Necə tapacaqsan? Bəli. Guruldayıcı qaz necə yazılır dedim. Guruldayıcı qaz iki dənə İki qaz. hidrogendən, bir Bir dənə dənə də oksigen. oksigendən ibarət idi elə. Yəni iki müxtəlif Bəli. qaz qarşılıqla bərabər idi. Sən bunun birinci M ortasını tapmalısan. Başa düşdün? M ortasını niyə Bəli. tapdın? Çünki bunun M ortasından iki dənə qaz var axı. İki dənə qaz varsa sən daha götürüb baxarsan ki, mən görən hidrogenə görəmi hesablama aparım, oksigenə görəmi? Sən təbii ki, Bəli. ikisinə görə hesablama aparasan. Necə tapırdıq M ortanı? Yadındadır? Emotan, bəli, o kütləni toplayırdıq, böldük molların sayına. Yox. Hə, düz deyirsən. Belə də, belə deyirdin sən də. Bəli, mən kütləni Hə, toplayıb mol belə. sayını bölürdük. Yəni Bəli. bəli, M1 kütləsi nədir bunun? Kütləsi 2-dir də. O 2 2 2 vurulsun moluna 2-yə. Üstə gələ M2 nədir kütləsi? 32 32, bəli, bölünsün vursan 3. moluna 1. Sonra mollarını toplayırsan. Mollar neçə eləyir? 2-nin üstə 1 gələndə nə eləyir? 3. 3, Heç nə. Gəl buradan tapaq neçə eləyir bu da? 3-ə 12. böləndə 12. Faiz ol. Qurtardıq 12. Demək indi bu 12-nin helyuma görə nisbi sıxlığını soruşur bizdən. Helyum neçə göstərir? 4 göstərir də. 4 12-nin götür. helyumun 4'e özünün kütləsi bölür. 4-dür də. Helyumu 4-ə bölsən eləyir 3. Yəni helyumu Bəli, misalda verirlər bu arada ki, kütləsi neçədir, uşaqlar bilsin deyə. bəli, Bunu da böləndə eləyir 3. Qurtardıq. Çətin bir şey yoxdur. Gördün? Guruldayıcı bəli. qaz haqqında bir dənə qəbul sualımız çıxdı. Bu tipli sual Hı düşə hı, bilər. İndi bəli. gəldik bir dənə də reaksiyasını deyim, bunu da yadda saxla. Bax, ümumiyyətlə hidrogen qeyri-metallardan silisium və fosforla reaksiyaya girməz. Amma metallardan berilyum və alüminiumla reaksiyaya girməz. Necə yadda saxlayasan? Pis var, pis. Bəli, Hidrogen pisdir. Qeyri-metallardan pislə reaksiyaya girməz. Pis. hı, İndi bəli. silisium tərsdir, amma yadda qalsın deyə belə demişəm. Pis. Hı hı, Pislə reaksiyaya girmir. Pisdir də bu. bəli, Metallardan isə albeni, bəli, albeni ilə bax reaksiyaya girmir. Metallardan da. Albeni qəpik verib alırsan. Qəpik nədir? Metaldır. Nə bəli, bilim, ağlıma bu gəldi, bunu dedim. Ki, belə bəli, yadda saxla, nə bilim, albe. Bunlar reaksiyaya girməz. Yaxşı? bəli, bəli, bəli. Albe ilə. Vsyo, yerdə qalan nə varsa, bütün metallarla girər. Məsələn, bax, bizə verər ki, natrium üstəgələ hidrogen. Fikirləşəsən, ay Allah, mən görəm bunu, aparım, aparmayım. Gör bunların içində var, metaldır da natrium. Gör bu Yoxdur metalların məndə. içində var, yoxdur. Normal bildiyimiz kimi, adam balası kimi bunun reaksiyasını aparırıq. Məsələn, Bəli, bizə verə bilər kalsium üstəgələ hidrogen. Gör, kalsium var bu metalda, metalda da kalsium var bu metallardan yox. Demək nə yox. yazırsan? Kalsium hidrit. Amma sənə verirəm berilyum üstəgələ hidrogen. Sən dahi bunu götürüb reaksiyaya tamamlasan, yazsan berilyum açdı, demək sən dəb bilirsən. Belə deyil. Berilyum bunlardandır. Reaksiya Bəli, getməməlidir. Bir dənə də gəl indi yerdə qalan qeyri-metallara misal göstərim. Bax, qeyri-metallar. Qeyri-metallardan hidrogen üstəgələ oksigen deyirəm. Hidrogen üstəgələ oksigenin reaksiya aparanda nə alınır? Hidrogen üstünə oksigen gələndə. Normal su. qaydada su. Bəli. Suyumuzu yazılır. Bax, burada bir baxırıq ki, bax, bu hidrogenimiz var ha, hidrogenimiz və yaxud da ki, oksigenimiz. Daha doğrusu oksigenimizə baxırıq da. Oksigenimiz nədir? Qeyri-metaldır. Oksigenimiz Bəli. qeyri-metaldır. Gör, bunlardan da yox. Demək, normal qaydada reaksiyamızı aparırıq. Amma Hı, məsələn, mən sənə versəm ki, ya birində yazım, məsələn, karbon üstəgələ hidrogen. A, baxıram hidrogendir. Hidrogen xassəsi var da axı. Hidrogen xassəsi var idi ki, pislərlə reaksiyaya girmir. Pisdəndir, yox. Onda nətər yoxdur. bildiyim qaydada reaksiyanı tamamlayıram. Şey hassaslar. Amma mən pis verirəm buna. Gedəcək, Nə getməyəcək. getməyəcək. Başa düşdün? Bəli. Bu da oldu belə. Heç bir çətin bir şey yoxdur buradan da. Təbii. Hı hı, Rahatdır. Tətbiqini də bəli. deyirəm hidrogenin fisiyo. Tətbiqi. Bu da olur hidrogen dərsi. Çox qısa, çox rahat. Yadda saxla. Tətbiqində biraz danışılacaq şeylərdir. Yadda saxla ki, hidrogenlə daha doğrusu sənayedə istifadə olunur əsasən. Sənayedə az aktiv metalları necə? Sənayedə az aktiv metalları olur ki, onları yazıram ha bura.
Hidrogen sənayedə az aktiv metalları Bəli. oksidlərindən reduksiya etməklə alınır. Və bunu hidrogenotermiyada istifadə edirlər. Həmçinin buna onu da deyirlər. Metalların qaynaq edilməsində, Hı hı. mühərriklərdə, mühərriklərdə bilirsən nətər yanacaq kimi istifadə olunur. Bəli. Sonra hidrogen halogenid turşularında, ammoniakda, metil spiritin sintezində, sonra yağların, maye yağlar var, maye yağların bərk yağlara çevrilməsində, Bəli. sonra aerosatlar olur, fizikadan da yəqin keçmişsən, həmin aerosatların Bəli. doldurulmasında. Bunların hamısında hidrogendən istifadə olunur. Və yadda saxla ki, hidrogeni toplamaq üçün də iki dənə metoddan istifadə olur. Bunu da deyirəm, yekunlaşdırıb 5 dəqiqəmiz var, mitlə yığacağım. Bax, Hı hı. məsələn, hidrogeni toplamaqla yadda saxla ki, testlərə düşür. Hidrogeni necə toplamaq lazımdır? Hidrogen sınaq şüşəsi verirlər sənə. Deyir, sınaq şüşəsinin Bəli. ağzı açıqdır da, ağzı açıq qabdır, sınaq şüşəsidir. Ümumiyyətlə, yadda saxla ki, deyir, bunu nətər toplamaq olar? Ağzı açıq qabda. Ağzı açıq qablarda aşağı tutmalısan qabı. Niyə? Havadan, bax bu sözümü yadda saxlayırsan, havadan Hı hı. yüngül və havadakı qazlar var ha, havadan yüngül və havadakı Bəli. qazlar. Onlar adi şəraitdə reaksiyaya daxil olmayan qazları toplayasan deyə, onu Hı sən hı. sınaq şüşəsində ağız aşağı tutmalısan. Ümumiyyətlə, bax yenə deyirəm, Bəli. havadan yüngül və havadakı qazlarla adi şəraitdə reaksiyaya daxil olmayan qazları toplamaq üçün sınaq şüşəsini ağzı açıq götürməlisən. Hidrogen Bəli. H2 yazılırmı? Havadan yüngüldürmü? 14-5 dəfə. Dedimmi bayaq? Bəli. Havadan Bəli. yüngül olduğuna görə sən bunu ağız aşağı tutasan. Sən düşün ki, bunu ağzı açıq qoymusan, havadır burada. Havada olan qazlarla bu qarışar axı. Ona görə sən Bəli. Bəli. belə məntiqlə düşün ki, bunu belə ağzı aşağı tutursan da toplamaq Anladım üçün ki, hidrogeni səsə bir yerə daxil olur da. yığasan deyə. Bəli. Başa düşdün nəyə deyirəm? Bax, Bəli. yenə deyirəm, bax düşün ki, Şəvi, bu bizim buludlarımızdır, göydür. Burada var hidrogen, oksigen, azot, çoxlu-çoxlu qazlar var. Mən sadəcə hidrogeni yığmaq istəyirəm və mənim ağzı açıq bir qabım var. Mən bu ağzı açıq qabda, ağzı açıq qabda burada hidrogenləri yığmaq istəyirəmsə, burada hidrogen, oksigen, azot hamısı gəlib doluşacaq bu qabın içinə. Bəli. Mən hazır bu qabın üzünü belə aşağı çevirərəm ki, gəlsin hidrogen içində olan hidrogenlər yalnız burada yığılsın, qalsın burada. Bəli. Havadan yüngül olanları və havadakı qazlarla reaksiyaya daxil olmayan qazları bu şəkildə yığırlar. Ağzını aşağı Bəli. tutmaqla. Başa düşdün? Bu da oldu Bəli. bizim hidrogen dərsimiz. Sualın var? Xeyri. Onda keçirik, mitin linkini atıram. Bir-iki Bəli. dənə də testlərini işlədim. Yaxşı? Bəli. Tamam. Gözlə.